Əlbəttə xeyr. SAT həm Avropa, həm Amerika, həm Türkiyə, hətta Azərbaycan üçün qapılar açır. SAT hazırlığına başlamaq üçün kimsə sizə 10-cu sinif və yaxud da 11-ci sinif deyə bilər. Ancaq mən deyirəm ki, bu tələbəyə görə, şagirdin mövcud bilik səviyyəsinə görə dəyişir. Ola bilər ki, sənə 10-cu sinifdən 6-8 aylıq bir müddət kifayət eləsin. Ola bilər ki, riyaziyyat və ingilis dili bazan çox zəifdirsə, 9, hətta 8-ci sinifdən artıq hazırlıq prosesinə başlamalı olasan. Əlbəttə, SAT əslində məktəb riyaziyyatı proqramından çəkinən uşaqlar üçün çox gözəl üstünlükdür. SAT proqramı əlbəttə ki, sizin üçün əlçatandır və düzgün vaxt seçildikdə, düzgün metodika tətbiq edildikdə kifayət qədər yüksək nəticələr əldə edə bilərsiniz. Rəqəmsal SAT-də vaxt çatdırmaq məsələsi sənin vaxt bölgüsü problemin deyil, alətlərdən düzgün istifadə etmə məsələsidir. Desmos kalkulyatorundan, Desmos proqramından düzgün istifadə ilə vaxt bölgüsündə zamanla çox gözəl idarə edəcəksən.